Bizdən izləyicilərimiz Məlhəmlərimiz səhərdən gəlib, nələr gəlib. istəyirlər ki, Nömrəsini təqdim elə doktorun Emil. dəridə səpkilər var, kəpəkləyir, qaşınma verir, neyniyək? Bu, təbii ki, sədəf xəstəliyidir və o həm kəpək verir, həm qaşınma verir, həm bütün bədənə yayılır. Bəzən görürsən dirsəklərdə olur və dizlərdə olur, bəzən isə saçda olur, bəzən də saçdan dırnağa qədər bütün bədəni götürür. Onun müalicəsində də bizim gözəl bir məlhəmimiz var. Onu çəkməklə həm qaşınmadan, həm kəpəklərdən azad olursan, həm də yara sağalır. Təbii ki, onun həm qış növü var, həm yay növü var. Sədəf xəstəliyi, pullu dəmir, bilirsən, yayda gəlir, qışda gedir, qışda gəlir, yayda gedir, növündən asılı olaraq. Və bu baxımdan da təbii ki, bəzi hallarda sən mütləq onu görməliyəm. Görmədən mümkün deyil. Çünki niyə görməliyəm? Bəzən çox müxtəlif formalar olur. Elə olur, əksərən quru olur, bəzən görürsən, elə bir su ifraz eləyir, yəni daim olaraq çirk gəlir. Bəzən görürsən tikanlı formada olur, bəzən müalicəyə yatmır, çox ağır formada. Ona görə də orada xüsusi qidalanma olmalıdır, xüsusi baxış forması olmalıdır ki, müayinə dəqiq, diagnoz dəqiq qoyulsun. Orada dediyim kimi çox gözəl effekt verir bizim bu məlhəmimiz.